Yanvarın 5-də Praqa Beynəlxalq Hava Limanında Azərbaycan Hava Yollarının Bakıya uçuş həyata keçirən təyyarəsinə daxil olmağa cəhd göstərən kənar şəxslə bağlı insident qeydə alınıb. Hadisə zamanı təyyarənin ekipajı dərhal reaksiya göstərərək sərnişinlərin və uçuşun təhlükəsizliyini təmin etmək məqsədi ilə həmin şəxsin hərəkətlərini dayandırıb. Daha sonra hadisə yerinə hava limanının təhlükəsizlik xidməti və yerli hüquq mühafizə orqanları cəlb olunub və insident nəzarət altına alınıb. Azaldan verilən məlumatda bildirilib ki, insident uçuş planına təsir göstərməyib və təyyarə vaxtında havaya qalxıb. Sərnişinlərin təhlükəsizliyi tam təmin olunub və heç bir xəsarət halı qeydə alınmayıb. Hazırda faktla bağlı Praqa Hava Limanının təhlükəsizlik xidməti və hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır. Araşdırma çərçivəsində həmin şəxsin məqsədi, motivi və digər detallar öyrənilir. Hava limanı rəsmiləri əlavə ediblər ki, təhlükəsizlik tədbirləri gücləndirilib və bütün sərnişinlər üçün təhlükəsizlik prosedurları yenidən nəzərdən keçirilir. Mütəxəssislər qeyd edirlər ki, bu cür hallar nadir olsa da, hava limanlarında sərnişin və ekipaj təhlükəsizliyini təmin etmək üçün qabaqlayıcı tədbirlər daim gücləndirilir. Azal və beynəlxalq hava limanları sərnişinlərə narahat olmamalarını, təhlükəsizliyin yüksək səviyyədə qorunduğunu bildirirlər.